Özelləşdirmə çeklərini 28 ildir ümidlə saxlayan, satmayan vətəndaşlar, hər birinizi salamlayıram. Biz bu işi əgər Azərbaycanda öz əlini tapasa Avropa məhkəməsinə göndərəcəyik və xalqımız da bilsin ki, onların ata-baba deməli miras payları onların özlərinə qaytarılmalıdır, haqları verilməlidir. Və mən deməli mənə məhkəmənin qarşısına gələn vətəndaşlardan bir neçə yoldaşlar məlumat verdi ki, məhkəmənin qarşısında olan insanlar deyirlər ki, bu prosesi sağ olsunlar, bəs qazilərimiz qabağa düşdülər, addım atdılar. Əziz və hörmətli özəlləşmə çeki olan xalqımız, bu özəlləşmə çeki ilə bağlı qanun var, fərman var, sərəncam var. Birincisi biz əlimizdə rəhbər tuturuq qanunu, beynəlxalq hüquq normanı. İkincisi də sərəncamları, daxili fərmanlarımızı. Üçüncüsü də bu bizim ata-baba miras payımızdır. Bu işi bu günə qədər 30-dan çox deputatımız deməli danışıb, tələb eləyib, xalqın haqqıdır deyə çağırış eləyib. Onlarla hüquqşünas alimlər danışıb. Onlar həqiqətən də özəlləşdirmə çekində bu gün də dövrədə olduğunu sübut eləyiblər. Dövrədən çıxarılmasıyla bağlı heç bir qanun olmadığını vurğulayıblar. Bu işi özəlləşdirmə çeki olan xalqımız deməli aparır bu işi. Tələbi də özəlləşdirmə çeki olan insanlar aparır. Burada bizim deməli kifayət qədər təcrübəsi olan hüquqşünas alimlərimiz var, ağsaqqallarımız var, ağbirçəklərimiz var. Və bir də bir sual verirlər ki, uşaq pulunu verməyən Azərbaycan hökuməti, vetana 80 manat verən Azərbaycan hökuməti hər özəlləşdirmə çekinə görə 40.000 manat kompensasiya ödəyərmi və yaxud da ki, onu dəyərləndirərmi ondan? Əziz və hörmətli xalqımız, birinci növbədə uşaq pulu ilə bağlı tələbinizə iş qoşulan insanlar bizlərik. Biz də istəyirik ki, hər bir ailə uşaq pulu alsın. Biz də istəyirik ki, 80 manat təqaüdə layiq görülmüş qazilərimizin təqaüdə artırılsın. Minimum 200 manat, 300 manat olsun. Amma bununla bağlı qanun yoxdur. Amma özəlləşdirmə çekindən bağlı qanun var. Beynəlxalq hüquq norma var. Onlar bizim tərəfimizdədir. Bununla bağlı təkcə Facebookda 40.000-dən çox insanların toplaşdığı bir özəlləşdirmə qrupu var. Özəlləşdirmə çeklər qrupu var. Mən onu burada tağ eləyirəm. Hər kəs özəlləşdirmə çeki olan vətəndaşlarımız daxil olun o qrupa. Bu onu göstərir ki, Azərbaycanda 100.000-dən çox ailədə özəlləşdirmə çekləri qalıb. Böyük bir insanların məlumatı yoxdur ki, Facebookda özəlləşdirmə çeki qrupu var, özəlləşdirmə deməli çekləri səhifəsi var. YouTube kanalında deməli bizim özəlləşdirmə səhifəsi var, TikTokda var. Milyonlarla baxışı olan deməli çıxışlar var. Əziz və hörmətli özəlləşmə çeki olan xalqımız, vətəndaşlarımız, biz bu işi səbirlə sona kimi aparmalıyıq. Və tələbimiz də bir mənaraq dəyişməzdir ki, hər bir çekə görə 40.000 kompensasiya verilməlidir. Ona görə ki, 96-cı ildə bir özəlləşdirmə çekinin dəyəri 2000 dolara qiymətləndirilmişdi. Düzdür, qara bazarda bunu 300 dollara da, 200 dollara da, 100 dollara satdılar. Amma bizə lazım olan qanun uydu. Və bu günlərdə biz baxsaq ki, 96-cı ildən 2024-cü ilə qədər ən az 10 dəfə inflyasiya olunub. Və mən sizinlə nəzərinizə çatdırım ki, özəlləşdirmə çekləri Azərbaycanda inflyasiyadan qorunan idi. Qorunur. Bununla bağlı qanunlar var, qərarlar var. Bununla bağlı ölkə rəhbərinin deməli çıxışları var. Çıxışlarında da bildirmişdilər ki, 15-20 ildə keçsə və daha çox ildə keçsə də özəlləşdirmə çeki hər bir vətəndaşa öz payı verilməlidir, qiymətləndirilməlidir. Ona görə də bu günləri biz onun hər birini 40.000 tələb edirik. Və hər birinizdən də xahiş edirəm ki, özəlləşdirmə çeklərini satmayın, ümidlə deməli saxlayın. Kim ki satıb, mütləq şəkildə deməli onu əldə eləsin. Təbii ki, qara bazarda satan insanlardan söhbət gedir. Mütləq şəkildə özəlləşdirmə çeklərini bərpa edin. Sizi alladıblar. Zamanında səriştəsiz məmurların deməli apardığı uğursuz siyasətin ucbatından, ölkə rəhbərini allatmaqların ucbatından siz ümidsizləşibsiniz, o çekləri satmışsınız. Mütləq şəkildə hər kəs özəlləşdirmə çekini alsın.
Və xüsusilə mən burada vurğulamaq istəyirəm bizim şəhid ailələrimizi, qazilərimizi, veteranlarımızı. Mən bilirəm sizin böyük əksəriyyətinizin valideynləri, yaxınları, əzizlərində özəlləşmə çekləri olub. Təbii ki, 90-cı ilin döyüşçülərinin böyük bir əksəriyyəti deməli, özəlləşmə çekləriniz səbirlə saxlayırlar. Satanlar var onlar içində. Amma mütləq şəkildə hər biriniz onu çalışın, əldə eləyin. Hər birinizə öz təşəkkürümü, minnətdarımı bildirirəm. Videonu maksimum dərəcədə paylaşın ki, Azərbaycanda özəlləşdirmə çeki olan və məlumatı olmayan insanların məlumatları olsun. Sağ olun, var olun. Bu çeklər hələ də dövriyyədədir. Dövriyyədən çıxarılıbsa, bizə bir normativ hüquqi akt göstərin. Çünki dövriyyədən çıxarmanın proseduru budur. Proseduru budur ki, mənim kompensasiyamı verəcəksən, sonra mənim malımdan mənə vermiş olan mülkiyyətimi alacaqsan. Dövriyyənin proseduru budur. Belə bir şey olmuyor. Belə bir normativ hüquqat mövcud deyil. Ona görə də bizim əsas üzərində durduğumuz məsələ bundan ibarət. Bizim mülkiyyət hüququmuz var. Bu mülkiyyət hüququmuzu alırsınızsa qarşılığını ödəyin. Biz başqa bir şey istəmirik. Bir sual verməsiniz. Zaman paylarının qiyməti nə qədər? Kompensasiya olması qiyməti dövlət hesab. Biz onu deyirik də, hesablayın deyirik. Bu ekspertlərinizi təyin edin, bunun qiymətini hesablayın ki, bizi qiymət ödəyəsiniz. Yəni bizim təxmini düşüncəmiz 40 mindir, 100 mindir, 50 mindir. Belə bir şey təxmin edirik biz sadəcə. Bu dəqiq bir şey deyil. Amma mən deyirəm ki, dövlət mütəxəssis təyin eləsin, ekspert qrupları formalaşdırsın, bunları hesablasın. Məsələ budur. Bugün bir dəqiqə üzümü sayın. Mən Naxçıvan. Bir dəqiqə. Buyurun. Şəhid oğul anlatıyım qəhrəman. Bundan içində şəhidimizə rəhmət eləsin. Birinci gəlmişəm bir kimliyimi üzünü çıxardıb vermişəm ora. Orada yazmamışam şəhid anasıyam. Ora vermişəm. İkinci də gəldim gecə Dubinka ilə cəmaatı çıxartdılar, yolu itirdim. Bu da üçüncü dəfə gəlmişəm Naxçıvandan. Nə olacaq bunun axırı? Axırını əslində dedim. Heydər Əliyevin Allah ruhunu şad eləsin. Ulu Öndər Allah rəhmət eləsin Heydər Əliyevə. Həqiqətən Allah prezidentimizə can sağlığı versin. Həqiqətən də bu işlər mən inanıram ki, prezidentimiz təmin edir. İnşallah. Mən ona güvənirəm. Vətəndaşları ən çox narahat edən məsələlərdən biri də dövlət özəlləşdirmə paylarının qiymətidir. Bununla bağlı qeyd etməliyəm ki, birincisi, dövlət özəlləşdirmə payları qanunla verilib və qanunla dəyəri maddi ekvivalentə bağlandığından və inflyasiyadan qorunduğundan qanunun qoyduğu qaydaya uyğun olaraq təxmini hesablamalara görə bugün üçün hesab edirik ki, ən azı 40 min manat səhm payı ilə eyni ekvivalentdədir. Çünki 1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmrində olan hesablamada hər dövlət özəlləşdirmə payının dəyəri ən azı 2000 Amerika Birləşmiş Ştatları dolları olduğu bildirilmişdir. 28 ildə ən azı 10 dəfə inflyasiya olduğunu nəzərə alsaq, deməli, hər dövlət özəlləşdirmə payının dəyəri ən azı 20 min Amerika Birləşmiş Ştatları dolları əmlak ekvivalenti dəyərindədir. İkincisi, əgər qanunlara uyğun düzgün hesablamalar aparılarsa, Ulu Öndər Heydər Əliyevin imzaladığı qanunla bütün özəlləşdiriləcək orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i dövlət özəlləşdirmə çekləri ilə aparılmalı idi. Gec və ya tez, gələcəkdə özəlləşdirilməsi nəzərdə tutulan bütün dövlət müəssisələrinin investisiya holdinglərində olan onlarla dövlət müəssisələrinin, o cümlədən bankların, Azerselin və s. bu kimi orta və iri müəssisələrin, eyni zamanda xarici və yerli şirkətlərə icarəyə verilmiş, gələcəkdə özəlləşdirilə biləcək neft sənayesi, çünki cəmi 10%-i SOCAR-a aiddir, digərləri isə icarədədir. Və həm də mədən sənayesi, xəstəxana, poliklinikalar, ali və peşə təhsil müəssisələri, mənzil istismar sahələri və s. nəzərə alsaq, bu zaman hər dövlət özəlləşdirmə payının əmlak ekvivalent dəyəri bəlkə də 200 min manat hesablana bilər. Vətəndaşları ən çox narahat edən məsələlərdən biri də dövlət özəlləşdirmə paylarının qiymətidir. Bununla bağlı qeyd etməliyəm ki, birincisi, dövlət özəlləşdirmə payları qanunla verilib
və qanunla dəyəri maddi ekvivalentə bağlandığından və inflyasiyadan qorunduğundan qanunun qoyduğu qaydaya uyğun olaraq təxmini hesablamalara görə bugün üçün hesab edirik ki, ən azı 40.000 manat səhm payı ilə eyni ekvivalentdədir. Çünki 1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmrində olan hesablamada hər dövlət özəlləşdirmə payının dəyəri ən azı 2000 Amerika Birləşmiş Ştatları dolları olduğu bildirilmişdir. 28 ildə ən azı 10 dəfə inflyasiya olduğunu nəzərə alsaq, deməli, hər dövlət özəlləşdirmə payının dəyəri ən azı 20.000 Amerika Birləşmiş Ştatları dolları əmlak ekvivalenti dəyərindədir. İkincisi, əgər qanunlara uyğun düzgün hesablamalar aparılarsa, Ulu Öndər Heydər Əliyevin imzaladığı qanunla bütün özəlləşdiriləcək orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i dövlət özəlləşdirmə çekləri ilə aparılmalı idi. Gec və ya tez, gələcəkdə özəlləşdirilməsi nəzərdə tutulan bütün dövlət müəssisələrinin investisiya holdinglərində olan onlarla dövlət müəssisələrinin, o cümlədən bankların, Azerselin və s. bu kimi orta və iri müəssisələrin, eyni zamanda xarici və yerli şirkətlərə icarəyə verilmiş, gələcəkdə özəlləşdirilə biləcək neft sənayesi, çünki cəmi 10% SOCAR-a aiddir, digərləri isə icarədədir. Və həm də mədən sənayesi, xəstəxana, poliklinikalar, ali və peşə təhsil müəssisələri, mənzil istismar sahələri və s. nəzərə alsaq, bu zaman hər dövlət özəlləşdirmə payının əmlak ekvivalent dəyəri bəlkə də 200.000 manat hesablana bilər.